Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu va Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Quran inkarçıları, din düşmənləri barəsində olan 88-ci videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahiçiləri, bu yalancıları, bu şarlatanları, din və İslam adı altında insanları deizmə, ateizmə sürükləyənləri tanımış və onların yalanlarına, hilələrinə agah olmuş olurlar. Allahu Akbar. Deyirəm, insanda həya bir yaxşı bir şeydir. Vallahi ki, həqiqətən də Peyğəmbərimiz sallallahu aleyhi ve sellem çox gözəl buyurur. İnsanların Peyğəmbərlikdən ilk öyrəndikləri söz həyadır. Əgər həyan yoxdursa, nə istəyirsən danışa bilərsən. İnsanın həyası abırı yoxdur. Baxın, görün nə deyib dəyərli dinləyicilər. Bir də burada işlədilən məsələn Tuva sözü var. Tuva sözündə Tuva vadisi kimi hər yerdə qələmə verirlər. Tuva sözünün də dağ adı olduğunu deyirlər. Sonra bunun da Şam səhrasında, məsələn indiki Dəməşq tərəflərində Turisina dağının ətəyində bir vadi olduğunu deyirlər. Amma haradır? İndiyə qədər kim onu göstərir, necə eləyir? Bunlar məsələn digər tərəfdə, onlara indi girməyəcəm. Amma Qurana baxanda bu Tuva sözünün hansı mənaya gəldiyini dostlar görə bilirik. Məsələn Quranın 21-ci surəsi olan Ənbiya surəsi var, Peyğəmbərlər, Nəbilər surəsi. Həmin o Ənbiya surəsinin 104-cü ayəsində, bir də 39-cu surə var, Zümər surəsi. Zümər surəsinin də 67-ci ayəsinə baxanda həmin o Tuva sözünün feil olaraq bükülmək mənasına işlədildiyinə hər birimiz şahid oluruq. Hətta tərcümələrimizdə də, Azərbaycan dilinin tərcümələrində də bu mənaları veribdilər. Yəni göylərin səhifələrinin bükülməsi mənasına gəldiyini görürük. Bu dilimizdə məsələn bir də söz var, qələmini qırmaq, yaxud kitabını bağlamaq mənasından da istifadə olunur. Allahu Akbar. İnsan qırmızı oturub kameranın qarşısında yalan danışır. Təsəvvür edin ki, görün nə qədər bu insan bisavaddır ki, və vallahi ki, bu taxtadan səs gəlir, bundan səs gəlməz də. Vallahi bu, yəni bunun bisavadlığı heç bir çərçivəyə sığmır da qardaşlarım. Andollah, bu təsəvvür isimlə feili bir-birini ayıra bilmir. Yəni buna Azərbaycanın qrammatikasını keçmək lazımdır ki, Tuva vadidir, yer adıdır, bu isimdir. Hansı ki Allah Subhanahu taala Quran-ı Kərimdə Peyğəmbər Musa əleyhissalam üçün buyurur ki, ey Musa, həqiqətən də mən sənin Rəbbinəm. Başmaqlarını çıxar, çünki sən müqəddəs Tuva vadisindəsən. Taha surəsi 12-ci ayətində Allah təala buyurur. Tuva vadisi isə bəzi tarixçilərin dediyinə görə Tur dağının yaxınlığında yerləşən vadidir, bir yer adıdır. İsimdir bu. Bunun dediyi isə o deyir bükmək mənasındadır. Tuya isə bükmək, bu feildir, bu başqa bir sözdür qardaşlarım. Ayrı-ayrı məsələlərdir qardaşlarım. Təsəvvür edin ki, Allahu Akbar. Sözlər bir-birini oxşasalar da zahirən, lakin qardaşlarım ayrı-ayrı bir şeylərdir. Biri isimdir, Tuva isim deməkdir. Tuya isə bükmək mənasındadır. Bu tam başqadır. Necə ki Allah Taala buyurur ki, Ənbiya surəsi 104-cü ayətində o gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyi Allah Taala buyurur. Və yaxud da Zümər surəsi 67-ci ayətində Allah Taala buyurur ki, müşriklər Allahı lazımınca qiymətləndirmədilər. Uca tutmadılar. Halbuki qiyamət günü yer bütünlüklə onun ovuzunun içində olacaq, göylər isə onun sağ əli ilə büküləcəkdir. Tuya, yerin və göyün hökmü ancaq Allah Subhanahu taalanın əlindədir. Bütün kainat Allahın qüdrətinə nədir? Tabedir. Allah Subhanahu taala aid etdikləri, yəni müşriklərin ona aid etdiyi sifətlərdən tamamilə uzaq və nədir? Ucadır. Bisavad feillə ismi bir-birindən ayırt edə bilmir dəyərli dinləyicilər. Yəni bu Azərbaycan dilində də belədir. Var qaz, hansı ki iki dənə söz bir-birinə zahirən oxşaya bilər. Məsələn var qaz, hansı ki quş adıdır, heyvan hansı ki yeyir onu. Var evə gələn təbii qaz. Bu tam başqa şeylərdir. Sözlər bir-birinə oxşasa da mənalar tam başqadır qardaşlarım. Var yazın fəsli olan yaz. Bir də var yazmaq mənasındadır. Tam başqa şeylərdir qardaşlarım. Həmçinin də Tuva vadisi isimdir, vadinin adıdır. Tuviya isə, bükmək isə tam başqa bir şeydir qardaşlarım. Sadəcə bu insan, üzr istəyirəm, o bizdə belə misal var, deyir, o qarşısında oturanların başa düşməməzliyindən, cahiliyindən istifadə edərək basıb gedir. Bu insan basıb gedir. Yəni, copa basıb gedir ki, yəni tək nədir?
insanları bununla nə edeyim? Aldadım. Allahu akbar. Paylaşmağı, bölüşməyi yaddan çıxarmayın dəyərli dinləyicilər.